Salam, əgər mobil telefon ilə yatmağa gedirsinizsə, özünüzə çox böyük pislik edirsiniz. Çünki gecə boyu mobil telefondan yayılan radiasiya yuxu hormonu olan melatonin ifrazına təsir göstərir və melatonin ifrazı azalır. Nəticədə həm yuxuya getməniz, həm də keyfiyyətli yuxu almanız çətinləşir. Əgər sosial şəbəkədə çox zaman keçirirsinizsə, buradan gələn siqnallar adrenalini yüksəldir və nəticədə bədən rahatlamır və nəticədə yuxuya getməyiniz çətinləşir. İlərləyən zamanlarda mobil telefon ilə yuxuya getsəniz, mobil telefondan gələn radiasiya beyin sağlamlığı üçün çox zərərlidir və bunu vərdiş halına gətirsəniz, səhər oyanmada problemlər yaşayacaqsınız. Həm yorğun oyanacaqsınız, həm də yuxusuz olacaqsınız. Bu da gün içində həm diqqət yayınıqlığı, həm də konsentrə olmada çətinliklər yaradacaq. Buna görə də yatmazdan 1 saat öncə mobil telefonu özünüzdən uzağa qoyun. Mümkünsə çox-çox uzağa qoyun. Hətta imkanınız varsa mobil telefonu digər otağa qoyun. Hər zaman sağlam olun. Sizin nevroloq Dr. Jalə Qarayeva.